Bugünkü dərsimizdə biz say keçəcəyik. Say, əşyanın miqdar və sırasını bildirən əsas nitq hissəsidir. Neçə, nə qədər? Neçənci suallarından hansısa birinə cavab verir. Sayın xüsusiyyətləri bunlardır. Say, əşyaya aid olur. Əşyaya aid olur. Sonra, əşyadan əvvəl işlənir. Mütləq əşyadan əvvəl işlənir. Məsələn, burada yazmışam 2 kitab. 2 kitab. 2 kitab. Neynədir? Şərtə uyğun oldu mu? Əşya nə idi? Kitab idi. Kitabdan əvvəl işləndi. Düzdürmü? Əvvəl işləndi. Bir də əşyaya neynədir? Aid oldu. Yəni bu əşya olmasa bu sayımızın önəmi olmayacaqdır. Oldu mu balam? Oldu. Aid olduğu isimlə bərabər işlənəndə qrammatik şəkilçi qəbul eləmir. Yəni 5 maşın, 3 çiçək, 6 kitab. Bunlarda qızım, gərək konkret say ola, dəqiq say ola, dəqiq əşya ola ki, bu zaman heç vaxt heç bir şəkilçi, qrammatik şəkilçi qəbul eləməyəcək. Aid olduğu ismi itirəndə isimləşə bilir. Yadında da sifətdə də biz demişdik, ismin paltarın geyinirdi, amma neyinirdi? İsim olaraq qalırdı, düzdürmü? Eyni halı say da yaşayır. Say da gedir, ismin paltarın geyinir, amma morfoloji cəhətdən, yenə də nitq hissəsi cəhətdən nədir? İsimdir. Oldu mu balam? Aha. Sonra nümunə olaraq burada qeyd eləmişəm. 10-cular qalib gəldilər. 5-cilər yarış keçirdilər. 1-cilər məktəbdə tədbirə qoşuldular. Yəni bu formada gördün neynədir? Larləri qəbul elədi, kim sualına cavab verdi və ismi yerində işləndi, isimləşə bildi. Sonra gəldik digər hissəmizə. Düzəltmə saylar adətən sayların elə özündən düzəlir. Əvvəl, axır, sonra, filan, son sözlərinə ıncı şəkilçisi artırmaqla sıra sayını da düzəltmək olar. Bax, əvvəl, axır, son, filan. Sözlərinə də ıncı şəkilçisi, üncü təbii ki, şəkilçisini artırmaqla sıra sayılara düzələ bilər. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Say düzəldən bütün leksik şəkilçilər milli mənşəlidir. Bax, bu sənə inşallah universitet həyatında imtahanın ərəfəsində köməkçi olacaq. Deyəcəklər ki, saylarda şəkilçilər millidir, yoxsa alınmadır. Sən o zaman nə deyəcəksən Südabəm? Milli mənşəlidir. Bəli, hamısı milli. Yəni, öz şəkilçilərimizdir. Başqa şəkilçilər deyil, öz şəkilçilərimizdir. Biri var idi alınma şəkilçilərimiz, bir də var öz şəkilçilərimiz. Məsələn, bax, kar, xana sözləri, şəkilçilər daha doğrusu, bizə alınma şəkilçilərdir. Ərəb mənşəlindən gəlib, ərəb fars sözlərindən hissəci, şəkilçi olaraq gəlib. Ona görə bizim şəkilçilərimiz axı bir neçə yerə bölünür, 2 yerə əsasən bölünür, milli mənşəli və alınma mənşəli. Alınma mənşəli də ki, Rus Avropadan gəlir, bir də ki, ərəb mənşəli olan şəkilçilər olur. Ona görə də biz şəkilçilərə 2 formanı deyirik ki, yadımızda qalsın. Amma sayların hamısı mütləq milli mənşəli şəkilçilər olur. Oldu mu qızım? Oldu. Allah. Sonra 0, 80, milyon, trilyon, milyard kimi saylardan başqa bütün saylarımız millidir. Hə, deməli saylarımız da 5 dənəsindən əlavə qalan bütün saylarımız özümüzünküdür. 0-dır alınma olan, 80-dır alınma olan, milyondur, milyard da trilyondur. 5 dənə sayımız adı zaten bildirir bizə ki, bu söz dilimizə yaddır da. Əvvəldən bizim bu dilimizdə olmayıb, özümüzünkü olmayıb. Bəli balam. Min var, min. Yox, min özümüzünküdür. 5 dənə sayımız cəmi cümlətanı alınmadı. Qalan saylarımızın hamısı özümüzə məxsusdur. Milli mənşəlidir. Oldu mu Südabəm? Oldu. Əla. İndi gəldik sayların sifətlə oxşar cəhətlərinə. Oxşar cəhətləri bunlardır ki, hər ikisini nə dedik? İsimlə bağlı olur. Yəni ismin yanında gəlir, isimdən əvvəl işlənir və mütləq ismə aid olur. Maraqlı əsər, 5 dəftər. Hər ikisi isimdən əvvəl gəlir. Allah, eyni qaydanın içində deyə bildim bunu. Hər ikisi isimləşə bilirdi. İgidlər, birincilər. Hər ikisi adətən cümlədə təyin olur. İgid əskər, möhkəm dayan. Necə əskər, möhkəm dayan? Təyin oldu. İkinci binada təmir gedir. Hansı binada təmir gedir? Təyinin də biz bilirik ki, xətti nədir? Belə dalğalı xəttir. Aha, düzdürmü? İgid,
Obsentus. Əskər. Necə? Necə? Birinci bina. Birinci bina. Hamısı nə oldu hər ikisində? Burada sifətdir, igid sözü, təyin rolunda oldu. Burada da saydı, təyin rolunda oldu. Sonra hər ikisi ədədlə işlənə bilir. Lap çox, lap yaxşı. Hər ikisi hansı sualına cavab verə bilir. Təmirli bina, 5-ci bina. Hansı bina, hansı bina. Oldu mu? Oldu. İsim, sifət və sayla işlənəndə adətən say sifətdən əvvəl gəlir. Hər ikisi də yəni olsa, say sifətdən əvvəl gələcək. 5 maraqlı əsər. Maraqlı 5 əsər demirik. 5 maraqlı əsər deyirik. Oldu mu? Yəni yazı qaydasında düzgünlük bu formada da öyrəndik. Gəldik sayın quruluşca növlərinə. Qəşəng hissəsinə. Sayın quruluşca növlərinə baxaq, görək. Sayın quruluşca neçə növü var? Bildiyimiz kimi demək olar bütün nitq hissələri quruluşca 3 növə aiddir. Sadə, düzəltmə və mürəkkəb. Əsas nitq hissələri də zaten elə 3 növdədir. Necə? Bunları bilirik. Amma ümumi bir qaydada da deyim ki, sənin kimi digər dostların da bu videoya baxacaq, bilməyənlər də bilmiş olsunlar. Diqqətlə sən də dinlə məni, yaxşımı? Sayılar quruluşca 3 növə bölünür, yerə bölünür, sadə, düzəltmə və mürəkkəb. Sadə sayılar deməli bir kökdən ibarət olur. 2, 5, 10, 7, az, çox, xeyli, milyon və s. Xeyli sözü bu arada sadə sözdür. Xeydən xeyli yaranmayıb ki. Ona görə mütləq və mütləq xeyli sözünü sadə olaraq götürəcəyik. Sonra düzəltmə sayılar isim və sifətdən fərqli olaraq düzəltmə sayılar başqa nitq hissəsindən yox, əsasən elə sayıların özündən düzəlir. 5-dən 5-ci olub, ondan onlarca yaranıb, mindən minlərlə yaranıb. Bəzilərimiz amma istisnalarımız var. Bayaqlar dedim əvvəl, son filan bu sayılar sayın özündən düzəlməyib. Aha. Sonra düzəltmə sayılar sadə sayılara öncə üstü 4, larla üstü 2, larca, lı üstü 4 deməli şəkilçiləri artırmaqla düzəlir. Bir də acıq şəkilçimiz. Acıq şəkilçimizi qəti unutmuruq. Nümunələrimiz də var. Birinci, yüzlərlə, minlərcə, çoxlu və azacıq. Mürəkkəb sayılar da əsasən sayıların özündən yaranır. Müxtəlif sözlərin birləşməsindən olanlar 5, 10, deməli, əks mənalı sözlərin birləşməsi ilə az, çox, sonra 40, 50, 2, 3, 3, 4 və s. Deməli, bir də defislə yazılan mürəkkəb sayılarımız var. Hansı ki, bunlara əsl mürəkkəb sayılar deyilir. Ayrı yazılan sayılar isə tərkib mürəkkəb sayılar adlanır. Deməli, defislə yaranan sayılar əsl sayılar adlanır. Ayrı yazılan sayılar isə, mürəkkəb sayılar isə tərkibi mürəkkəb sayılar adlanır. Az, çox, 3, 4 bunlar əsl sayılardır. 15, deməli, 5-də 1, 156 bu kimi sayılar isə tərkibi sayılar adlanacaq. Eyni müəyyən miqdar sayının təkrarı say əmələ gətirmir. Belə sözlər zərf hesab olunur. Bax, 1, 1. 2-2, 1-1 getdi, necə getdi? 1-1 getdi. 2-2 getdi, necə getdi? 2-2 getdi. Bu say deyil artıq. Bu artıq nədə olacaq? Zərf olacaq. Oldu mu gözəlim? Supersən, bəli. Sayın mənaca növlərini də izahını verim, qəşəng. Bir dənə sıra sayımız qalsın. Yaxşı.